Salam dəyərli izləyicilər, axşamınız xeyir olsun, hər birinizi salamlayıram. Biraz gözləyək, daha çox şagird qoşulsun, daha çox izləsin, daha çox şagirdimiz eyni anda izləsin, izahlara başlayacaq. İzahlara başlamadan öncə də qeyd edirəm ki, uşaqlar, bu izah eləyəcəyim sınavlar PDF olaraq paylaşılmayıb. 2 sınavın izahı olacaq, ümumi sınav 13 və 14 izah eləyəcəm. Bu gördüyünüz PDF-lər paylaşılmır. PDF-ləri heç bir yerdə paylaşmamışam. Sadəcə əyani şagirdlərimə işlədirəm. Yəni, daha doğrusu dərslərimizə qoşulan şagirdlərə işlədirəm, onlayn şagirdlərə də daxildir. Amma sizin üçün izahını verəcəm burada. Uşaqlar, bu sınavlar paylaşılmasa da, bundan öncə də, bundan sonra da imtahana qədər də çalışacağım çoxlu sınavlar paylaşım. Həmin sınavları Telegram kanalımızda paylaşmışam. Bundan əvvəl paylaşdığım bütün sınavları oradan əldə edə bilərsiniz. Çoxlu sayda sınav paylaşmışam, sayını itirmişəm. Həmçinin burada göstərilən nömrəyə yazaraq ödənişsiz WhatsApp qruplarımıza da qoşula bilərsiniz. Əyani dərslərimiz üçün də, onlayn dərslərimiz üçün də yaxın zamanda qeydiyyatımız başlayacaq. Əyani dərslərimizdə həmçinin yeni ünvanda olacaq, Nərimanov metrosunun yaxınlığında olacaq. Bu haqda da ətraflı məlumat paylaşacaq. İmtahan haqqında da uşaqlar bilirik ki, bir həftədən də az müddət qalıb artıq ilk imtahan verən şagirdlərə. İmtahana bu son 6 gündə, 5-6 gündə bacardığınız qədər təkrar eləmək lazımdır və çoxlu, əsasda ümumi sınavlar işləmək lazımdır. Çalışacağım ki, canlılarımız çox olsun, sual izahlarımız çox olsun. Siz də artıq mövzuları, demək olar, bütün hazırlıq qrupları yekunlaşdırıb, bütün mövzular bitib. Sadəcə təkrar etmək və çoxlu sayda sınaq işləmək lazımdır. Biz də yavaş-yavaş artıq başlayaq sınavımızın izahına. Çalışın ki, məsələn, mən bir sual izah eləmədən öncə videonu saxlayın. Sualı özünüz yazın, ondan sonra videoya davam edib izahına baxın. Bu şəkildə eləsəz daha faydalı olacaq sizin üçün. Həmçinin uşaqlar, kanalımızı həddindən artıq çox şagird izləyir. 100 mindən artıq şagird izləyir, amma abunə olanların sayı azdır. Həmçinin abunə olaq ki, daha çox şagird qarşısına çıxsın, izlənməyən, görməyən şagirdlər də bilib, xəbər tutub, işləsinlər, imtahan nəticələrini qaldırsınlar. Yavaş-yavaş başlayaq birinci sualdan. Uşaqlar, suallar əsl imtahan səviyyəsindədir və imtahan səviyyəsindən biraz çətindir. Düşünürəm ki, buradan 20 plus, məsələn, buradan 21, 20 düz yazan şagird asanlıqla imtahanda 22, 23 düz yaza bilər. Hətta tam 22-23 düz yazan şagird mexaniki səhv etməsə imtahanda asanlıqla 25 yaza bilər. Siz də qorxmayın, imtahan çətin olmayacaq. Yəni 25 sualdan bir bilmədik, 2 sual çətin olar. 23 sual orta və çox asan suallar olacaq, yaza biləcəyiniz suallar olacaq. Yəni, narahat olmayın, sadəcə özünüzü itirməyin, səbirlə bildiyiniz sualları yazaraq vaxt qazanın. İndi siz birinci sualı görürsünüz, çalışın özünüz yazın. Mən isə izah edirəm, videonu saxlayıb baxın. Bu şəkildə bütün suallarımızı işləyin. Deməli, sual 1. Deyir ki, düzgün çoxbucaqlının bir xarici bucağı 30 dərəcə olarsa, bu çoxbucaqlının daxili bucaqlarının cəmini tapın. Daxili bucaqların cəmini tapmaq üçün tərəflərin sayını bilməliyəm. Bir xarici bucağı 360 böl n ilə tapılır. Bu bərabərdir, deyir ki, 30 dərəcədir. 360-ı nəyə bölsəm 30 eləyər, 30 ilə n-in yerini dəyişərəm. 360 böl 30 bərabər olar n-ə. Buradan alınır ki, n bərabərdir 12. Deməli, bu düzgün çoxbucaqlının tərəflərinin sayı 12-dir. Tərəflərin sayı 12-dirsə, mən bunun daxili bucaqlarının cəmini də asanlıqla tapa bilərəm. Düsturumuz 180 vurulsun, n çıxılsın 2-dir. 180 vurulsun, n-in yerinə 12 yazarım, 12-dən 2 çıxanda qalacaq 10. 180 ona vuranda da olacaq 1800. Uşaqlar, çalışacağım ki, yavaş-yavaş izah edeyim. Əgər kimsə, belə deyək, yavaş izah eləməyə narahat edirsə, videonun sürətini artıra bilər. Bu video qalacaq kanalda, yəni istədiyiniz zaman yenidən baxa biləcəksiniz. Cavab oldu A variantı. İkinci suala baxaq. Siz də çalışın ki, özünüz yazın, çoxluq sualıdır. Deməli, deyir ki, A və B çoxluqları üçün NA 6-dır, NB 8-dir. Birləşməsi isə 11-dir. A çıxıb B-ni tapın.
Uşaqlar, bütün çoxluq suallarını düstur olmadan Venn diaqramı ilə həll etmək olar. Hətta bütün düsturları Venn diaqramı vasitəsilə isbat etmək olar. İndi NA 6-dır, yəni A dairəsində 6 element var bütöv. B dairəsində 8 element var. Kəsişməsində bilmirəm nə qədər element var, ona görə x deyirəm. A-ya toplamda 6 element daxildirsə, burada olacaq 6 çıxılsın x. B-yə toplamda 8 element daxildirsə, burada olacaq 8 çıxılsın x. Və birləşməsini tapanda bunların hamısını cəmləyirdim. Cəmləyərəm 6 çıxılsın x, üstəgəl x, üstəgəl 8 çıxılsın x bərabər olacaq 11-ə. Bu x-lar gedər. 6 ilə 8 eləyər 14. 14 çıx x bərabər olacaq 11-ə. Buradan təbii ki x bərabərdir 3-ə. Deməli kəsişməsində 3 dənə element var. 6-dan 3 çıxanda burada qalacaq 3, 8-dən 3 çıxanda qalacaq 5. Bizdən də A çıx B-ni soruşur. A çıx B-də uşaqlar bax bu tərəfdir. Neçə dənə element olacaq? 3 dənə, yəni C variantı. Keçək növbəti sualımıza, 3-cü tapşırığımız. Verilmiş çevrədə şəklin üzərində çalışacağım qeyd edeyim. Diqqətlə baxın sizdə. Rahat sualdır. AB və AC toxunandır. BAC 50 dərəcədir. Uşaqlar, BAC-nin hansı bucaq olduğu yəqin ki görünür. Bax, bura 50 dərəcədir. Bir dəqiqə bunu biraz kiçildək. İndi bizdən soruşduğu bucaq bax budur. Bilməliyik ki, iki toxunan çəkilibsə, toxunanlar arasındakı bucaqla onlar arasında qalan qövsün dərəcə ölçüsü 180 olmalıdır. Bura 50-dirsə, bura 180-dir. Daha doğrusu 130-dur. Cəm 180 eləməlidir. Deməli, yerdə qalan bax bu qövs olmalıdır. 360 daha cəm 230 dərəcə. Bu da daxilə çəkilmiş bucaqdırsa 230-un yarısı olacaq 115 dərəcə. Yəni Y variantı. Növbəti 4-cü sual. Parallelogram sualıdır. Baxın indi. Belə bir paralelogramdır. Bura A, B, C və D olsun. Və uşaqlar, bu Y nöqtəsi olsun, burada 90 dərəcə olsun. Bunu unutmuruq. Deyir ki, AY bərabərdir Y, D-yə. Yəni, bax, bu tərəf bərabərdir bu tərəfə. Sonra BY 1-dir, YC də 7-dir. Uşaqlar, BY, YC 7-dirsə, toplam 8-dir də, BC 8-dir, onda AD də 8-dir. Çünki paralelogramdır. Bizə deyir ki, CD-ni tap. Yəni, bu tərəfi tap. Və yaxud da bu tərəf eyni şeydir. Uşaqlar, baxın, necə həll edərəm? Buradan bir perpendikulyar indirərəm. Diqqətlə baxın. Bir perpendikulyar indirdim. İndi uşaqlar, şəkildə tam yaxşı görünmür. Niyə görə? Çünki biz bunu bu şəkildə çəkmişik. İndi siz tam görün deyə belə çəkməliyəm. Belə çəkəndə nisbətən yaxşı olacaq. Bax, bura 90 dərəcədir. Bu tərəf bu tərəfə bərabərdir. Bu bərabər yanlı düz bucaq, üst bucaqdır deyə. Buradan endirdiyim hündürlük həm tənbülə, həm də median olmalıdır. Çünki bərabər yanlı düz bucaq, üst bucaqdır. Tərəf 8-dirsə, bura 4, bura 4 olacaq. Bunun özü də 4 olacaq. Çünki həm də mediandır. Düz bucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Və uşaqlar, buradan bir dənə paralel çəkərəm. Diqqətlə baxın yan tərəfə. Paralel çəkdim. Bura 1-dirsə, onda burada 1 olmalıdır. Düzdür? Və fikir verin, toplam 4 olduğuna görə bu hissəyə qalır 3. Və nəhayət, demək olar sualı həll elədik. Diqqətlə baxın. Bu gördüyünüz fiqura fikir verin. Fərqləndirdiyim fiqura bu düz bucaq, üst bucaq. Çünki bu perpendikulyardır. 3-dür, 4-dürsə, bura olacaq 5. Bu da yan tərəfə paraleldir deyə. Deməli, elə burada 5-dir. AB 5-dirsə, aydın məsələdir ki, CD də 5-dir. Cavabımız oldu Y variantı. 5-ci sual. Məşhur suallardandır və çox təkrarlı olunub. Deməli, harada qaldıq? 5-də. Baxın, iki modulun cəmi 0-dırsa, onlar mütləq ayrı-ayrıqda 0 olmalıdır. Ona görə yazırıq 2A plus B plus 5 bərabərdir 0. Həmçinin alt-alta yazıram. 3A minus 2B minus 3 bərabərdir 0. AB hasılını soruşur. Ona görə əvvəlcə A və B-ni ayrı-ayrıda taparam. Sistem tənliyə gətirdiyimə görə yuxarının 2-yə vuraram. Olacaq 2-yə vursam 4A üstəgəl 2B üstəgəl 10 bərabərdir 0. Aşağını olduğu kimi saxlayaram. 2B çıx 3 bərabərdir 0. Tərəf-tərəfə toplasam. 4A və 3A eləyir 7A. 2B'lər gedər.
üstəgəl 7 bərabərdir 0. Buradan alınır ki, 7A bərabərdir mənfi 7-yə. A da olacaq mənfi 1. A-nı mənfi 1 tapmışamsa, gətirib birincidə nəzər alaram. 2 vurulsun mənfi 1, üstəgəl B, üstəgəl 5 bərabərdir 0. Mənfi 2 üstəgəl B, üstəgəl 5 bərabərdir 0. B üstəgəl 3, bu da bərabərdir 0. Aydındır ki, B də olur mənfi 3. Bizdən də hasilini soruşur, mənfi 1 vurulsun mənfi 3. Bu da müsbət 3'ü verəcək, yəni A variantını. 6-cı sual. Uşaqlar, ABC artan sıra ilə verilmiş ardıcıl düz ədədlərdir. Sən burada ABC-yə n plus 2, n plus 4 də deyə bilərsən, ardıcıl olan 2, 4, 6 da deyə bilərsən, ürəyin istəyən ədəd deyə bilərsən. Hər halda istənilən nəticəyə gələcək. Ona görə rahat olsun deyə A-ya 2, B-yə 4, C-yə də 6 deyərəm. Təbii ki, n üstəgəl 2, n üstəgəl 4 də deyə bilərəm. Həmçinin bunu bu şəkildə də yazmaq olar. Heç bir fərqi yoxdur. Hamısında eyni cavab alınacaq. Aparıb yazaq yerinə. A çıx B, yəni 2 çıx 4 olur mənfi 2 vurulsun. B çıx C, yəni 4 çıx 6 olur mənfi 2. Aşağıda C çıxılsın A, yəni 6 çıxılsın 2, yəni 4. Mənfi 2-ni mənfi 2-yə vuranda yuxarıda 4 eləyir, aşağıda da 4 eləyir. 4-ü 4-ə böləndə də 1. Yəni D variantı. 7-ci tapşırıq. Natural ədədlər bölməsinə aid sualdır və rahat sualdır. Ədədi mərtəbə vahidlərinə görə ayırmağı bilməliyik. C təklik, B onluq, A yüzlükdür. Ona görə açılış olacaq 100A. B onluq olduğuna görə olacaq 10B üstəgəl C. Çıxılsın A onluqdur, axı təklik onluq 10A. Çıx C bərabərdir 320. Buradan C-lər gedər. 100A-dan da 10A çıxanda qalacaq 90A üstəgəl 10B bərabərdir 320-yə. Hər tərəfi 10-a bölərəm, buradan da sıfırlar gedər. 9A üstəgəl B bərabərdir 32. İndi uşaqlar, A və B rəqəmdir deyə artıq bundan sonrasını seçib tapmalıyam. Baxıram ki, A-ya 4 versəm 4 9-um 36 eləyir. B gərək mənfi olsun. 32 eləməsi üçün ola bilməz. A-ya 3 versəm 3 9-um 27 üstəgəl B bərabərdir 32. B bərabərdir 32-dən 27 çıxsam eləyəcək 5. Deməli, A3, B5 olsa bu ödənər. Amma yoxlayaq, məsələn, bəlkə A2 olsa ödənərmi? 2 9-um 18 plus B bərabərdir 32. B olacaq uşaqlar 14. Axı B 14 ola bilməz, B rəqəmdir. Deməli, uşaqlar cavab elə 3-dən 5-dir. Bizdən də bunların cəmi eləyəcək 8. Yəni C variantı. 8-ci tapşırıq. A-nın neçə tam qiymətində 2A çıx 13 bölünsün. A çıxılsın 2. 2A çıx 13 bölünsün A çıxılsın 2 ifadəsinin qiyməti tam ədəd olar. Uşaqlar, tam ədəd olması üçün mütləq şəkildə vuruq yuxarıdan aşağıya nisbəti şəklində göstərməliyik ki, və tam qiymət almaq istəyirsənsə, yuxarıda dəyişən qalmamalıdır. Bunu unutmayın. Bərabərdir. Onda yuxarıda belə yazarım. 2A çıxılsın 4, çıxılsın 9, bölünsün A çıxılsın 2. Bərabərdir. Tək-tək bölsəm, 2A çıx 4-ü bölərəm A çıx 2-yə. Çıxaram, 9-u bölərəm A çıx 2-yə. 9-u bölərəm A çıx 2-yə. Uşaqlar, 2A çıx 4-ü A çıx 2-yə böləndə qalacaq 2, çıxılsın. 9 böl A çıx 2. İndi bunun tam ədəd olması üçün gərək 9-a bölünsün. 9 bu ədədə bölünsün. Bu zaman A çıx 2 1 olar. A çıx 2 3 olar. A çıx 2 9 olar. Həmçinin bunun bir alternativi də var. Natural demədiyinə görə A çıx 2 mənfi 1 olar. A çıx 2 mənfi 3 olar və A çıxılsın 2 mənfi 9 olar. İndi A-nın qiymətlərinə baxaq. Burada 3 alınır. Burada 5 alınır. Burada 11 alınır. Burada 1 alınır. Burada mənfi 1 alınır. Burada isə mənfi 7 alınır. Neçə dənə fərqli qiymət var? 6 dənə. Yəni B variantı olacaq. 9-cu sual. Rahat sualdır uşaqlar. Bu 0,0, 4-də 4, 90-da 4 deməkdir. Bölünsün. Bu da 990-da 2. Yəni vurulsun 2-də 990. Sıfırlar gedər. 2 ilə də bu gedər, 2 qalar. 9 ilə də 99 gedər, 11 qalar.
2-ni də 11-ə vurdum, 22. Çox sadə sual. Belə deyək, bonus sual. 10-cu suala baxaq. Özünüz yazın uşaqlar. Bərabərsizlik sualıdır. Çalışın ki, kəsr ədəd görəndə kəsirdən qurtulun. Çalışın ki, kəsirdən azad edin. Hər tərəfi 2-yə vuraram. 2-yə vuranda x çıxı 6 qalacaq, məxrəc gedir. 3-ü 2-yə vuraram, olar 6. Böyükdür 2x. Yəni bu ifadənin hər tərəfini, bütün elementlərini 2-yə vurdum. Buradakı mənfi 6 ilə bu gedər. Qalar x böyükdür 2x. Təbii ki, uşaqlar, ədədin özü 2 qatından böyüksə, deməli bu ədəd mənfi ədəddir. X-i sağa keçirdərəm. X kiçikdir 0 qalar. Yəni mənfi sonsuzluqdan 0-a qədər. A bəndi. 11-ci tapşırıq. AB paraleldir DY-yə. ABC 20 dərəcədir. Şəklin üzərində yazıram. CDY isə 160 dərəcədir. Bunu uzadaram. Burada bir alfa deyərəm. 20-nin qonşusu nə qədərdir? CDY. Burada 160 olacaq. BCD-ni soruşur. Bilirik ki, daxili bucaqların cəmi mütləq şəkildə 360 olmalıdır. Ona görə alfa plus 160 plus 160 bərabərdir 360. Alfa plus 320 bərabərdir 360. Alfa bərabərdir 40-a. Növbəti 12-ci sual. Uşaqlar, kanala abunə olun mütləq. Qoyun kanalımız böyüsün. Daha çox şagird izləsin. Daha çox şagirdin qarşısına çıxsın. Deməli, belə bir düz bucaqlı üst bucaqdır. Bizdə də uşaqlar düz bucaq üst bucaq alınmadı. Bura olsun 90 dərəcə. Deyir ki, adlandıraq A, C, B. Buradan da bir AD çəkilib, AD-nin də nə olduğuna baxacaq. Deməli, BD çəkilib. BD tənbülənd. Əla. Uşaqlar, tənbüləndsə, tənbülənd xassəsindən istifadə olunacaq böyük ehtimalla. AB 30-dur. BC 24-dür. Pifaqor teoreminə görə 30, 24 aşağı olmalıdır. Deməli, bu 6 vur 5-dir. Bu 6 vur 4-dür. Bu da 6 vur 3 olmalıdır. 3, 4, 5-in 6 misli. Deməli, aşağı olacaq 18. İndi səndən AD-ni soruşduğuna görə bura x deyərəm. Burada olar 18 çıx x. Və salam tənbülənin xassəsi. 30-un x-a nisbəti bərabərdir 24-ün 18 çıx x-a nisbəti. Çarpaz vuraram. 24x bərabərdir. 30-18-ə vursam 540 çıx 30x. Sola keçirdərəm. 54x bərabərdir 540. Buradan x bərabər olacaq 10-a. AD-ni soruşurdu. AD-də oldu 10. D bəndi. 13. Deməli, 13-cü sual. 2 üstü 4. 4 dənədir. Mötərizənin içinə baxın. Mən bunu yazaram. 4 vurulsun 2 üstü 4. Mənfi 3 vurulsun 4 üstü 10. Baxın, belə sadələşmə eləyə bilərik. Yəni, əslində hasildə n sayda cəm bildirir. N sayda hasil, n sayda cəm bildirir. 4 dənə cəmdirsə, bu 4 dəfə 2 üstü 4 deməkdir. 4-ə yazaram 2 üstü 2 vur 2 üstü 4. Bunun üstündə mənfi 3. Bu 4-ə yazaram 2 üstü 2-nin üstü 10. Qüvvətin xassələrini bilmək lazımdır. 2 üstü 2 ilə 2 üstü 4 olacaq 2 üstü 6. Üstündə mənfi 3 vur. 2 üstü 2-ni də ona vuraram 20. 6-nı mənfi 3-ə vurun. 2 üstü mənfi 18. Vurulsun. 2 üstü 20. Əsaslar eyni olduğuna görə qüvvətlər toplanır. 20 üstə mənfi 18 gələndə olur 2. 2 üstü 2 deyilir 4. Yəni A bəndi. 14-cü sual. 14-cü suala baxaq diqqətlə. 2 üstü A-nı verib 3. 3 üstü B-ni verib 5. 4 üstü AB-ni soruşur. 4 üstü AB. Uşaqlar, mən bunu belə yaza bilərəm. 2-nin üstü 2, üstü AB və bunu da 2 üstü 2 AB yazaram. Və bərabərdir. Bunu 2 üstü A, üstündə 2B yazaram. Belə bir imkanım var da mən. Vurulacaq, yəni 2AB alacaq. 2 üstü A-nın yerinə yazaram 3. Bax buna görə. Olacaq 3 üstündə 2B. Yəni 3 üstündə 2B-ni də ifadə eləməliyəm. Bunu da yazaram 3 üstü B-nin üstündə 2. Vuranda 2B alınacaq. 3 üstü B-də 5-dir. Olacaq 5-in kvadratı. Yəni 25. Y variantı. Gəldi 15-ə. 15. Deməli, kök altındakı ifadəyə baxsaz, mənfini qarşıya çıxarsaz, bu mənfi x çıxılsın 5-in kvadratıdır.
Üstəgəl 3x çıx 4. Uşaqlar, bilirsən ki, kvadrat hər zaman müsbətdir. Amma qarşısında mənfi varsa, bu köşaltı ifadə mənfi olacaq. O da olmamalıdır. Bunu xilas eləməyin tək yolu bunu sıfıra çevirməkdir. Çünki yerdə qalan istənilən bütün halda bu mənfi eləyir. Köşaltı mənfi də olsa mənası olmaz. Ona görə bunu sıfıra çevirən qiymət x çıx 5-in sıfır olduğu qiymətdir. X buradan olacaq 5. X 5-dirsə, bu gedir sıfıra. Yerdə bu qalır. X-in yerinə də 5 yazaram. 3 vur 5 çıx 4. 15-dən 4 çıxanda olacaq 11. Yəni D variantı. Gəldi 16-ya. 16-cı sualımıza. Deməli, x kvadrat üstəgəl 3x y bərabərdir 21. Y kvadrat çıx x y bərabərdir 15. Modulda x plus y soruşur. Yadınızda saxlayın, bəzən şagirdlər çalışır x və y ayrı-ayrı tapsın. DİM suallarında, yəni Dövlət İmtahan Mərkəzinin suallarında, buraxılış imtahanında heç bir sual çox dərinliyinə, xırdalığına gedəcək bir sual deyil. Yəni diqqətli olsan, asanlıqla tapa bilərsin. Burada da diqqətli olacağın hissə nədir? Tərəf-tərəfə toplayın. X kvadrat üstəgəl y kvadrat 3x y ünsə mənfisini gələndə qalacaq üstəgəl 2 dənə x y bərabərdir 36. Diqqətlə baxsaz görərsiniz ki, bu x üstəgəl y-in kənardan kvadratıdır. Olur 36. Şöyle hər tərəfdən kök alsam, təbii ki, bu modulda çıxacaq. Bərabər olacaq 6-ya. Bizdən də bunu soruşurdu. Cavab da oldu 6, açıq sualdır. Gəldi 17-yə. 3x çıxılsın y bərabərdir 8. Kx üstəgəl 2y bərabərdir b. Düz xətləri perpendikulyar olub. Y bərabərdir mənfi x düz xəttinin üzərində kəsikirlər. K plus b-ni tam. Uşaqlar, birincisi bunun k-sını tapaq. Perpendikulyar olmasını oradan təyin eləyəcək. Deməli, buradan y bərabərdir 3x çıx 8. Buradan 2y bərabərdir b çıxılsın kx. Y bərabərdir mənfi k bölü 2x üstəgəl b. Uşaqlar, düz xətlərin perpendikulyar olmağı bucaq əmsallarının hasilinin mənfi 1 olması deməkdir. Bunun bucaq əmsalı 3-dür. 3 vurulsun. Bunun bucaq əmsalı mənfi k bölü 2-dir. Bu hasili 1 eləməlidir. Mənfi 1 eləməlidir. Bu mənfilər gedər. 3k bölü 2 bərabərdir 1-ə. K da bərabərdir 3-də 2-yə. K-nı tapdım 3-də 2. Deməli, ikinci funksiyam belədir. 3-də 2-ni mənfi 2-də 1-ə vuranda 3-də 2-ni mənfi 2-də 1-ə vuranda qalacaq mənfi 3-də 1x plus b. Digər funksiyamız da belədir. 3x üstə çıx 8. Bir funksiya budur, digər funksiya da budur. Bizə deyir ki, k-nı təyin eləmiş. Y bərabərdir mənfi x düz xəttin üzərində kəsikirlər. Y bərabərdir mənfi düz xəttin üzərində kəsikirlərsə, y-in yerinə mənfi x yazarım. Mənfi x bərabərdir 3x çıx 8. Buradan mənfi 4x bərabərdir mənfi 8. X də bərabər olacaq 2-yə. İndi x 2-dirsə, y axı mənfi x-dir, mənfi 2 olacaq. Aparıb yazaram, burada yerinə b-ni taparım. Deməli, uşaqlar, biz k-nı təyin eləmişik, qalıb b-ni təyin eləmək. Bir dənə diqqətlə baxaq. Biraz uzun misalda hesab səhv eləməyək. Deməli, x2, y mənfi 2. Buradan birincini eləmişdik, 2-yə bölmüşdük. 2-yə böləndə k bölü 2, uşaqlar. Burada b bölü 2 olmalıdır. Burada da b bölü 2 olmalıdır. Misalımıza bir təsiri yoxdur. Yaxşı ki, yoxdur hələ ki. İndi, bunun bucaq əmsalı 3x çıx 8 olmuşdur. Bunun bucaq əmsalı mənfi k bölü 2 x idi. Onların hasili də mənfi 1 eləməlidir. Bəli, doğrudur. Problem yoxdur. K-nı tapdıq 3-də 2. İndi yerinə yazanda da 3-də 2, 2-də 1-lərini gedir, mənfi 3-də 1 qalır. İndi x-in yerinə 2, burada x-in yerinə mənfi y-in yerinə mənfi x yazdığımıza görə x-i 2, y mənfi 2 tapdıq. Gətirək burada yerinə yazaq, b-ni təyin edək. Deməli, y-in yerinə yazarıq mənfi 2 bərabərdir mənfi 3-də 1 vurulsun 2 plus b böl 2. Birincisi, hər tərəfi 2-yə vuraram. Olacaq mənfi 4 bərabərdir
Mənfi 3'də 4 üstə gəl B. Buradan da B bərabərdir. Deməli, olacaq 3'də 4 çıxılsın 4. Bu da uşaqlar 3'də 4'dən çıxmalıyıq 3'də 16'nı. Burada nə qalacaq? Bircə dəqiqə. B bərabər olacaq. 3'də 4'dən 3'də 16 çıxanda qalacaq 3'də 12. 3'də 12 mənfisi ilə. Bəli, mənfisi ilə. B də oldu mənfi 3'də 12. Uşaqlar, B mənfi 3'də 12'dir. K isə 3'də 2'dir. Bizdən bunların cəmi soruşur. 3'də 2'nin toplanında mənfi 3'də 10 eləyir. Mənfi 3'də 10 kəsir ədəddir. Bir dənə diqqətlə baxaq, görək hardasa səhv eləmişik mi? İndi səhv eləməmişiksə cavab mənfi 3'də 10 olacaq. Səhv eləmişiksə düzəliş eləyək. Deməli 3x çıx y bərabərdir 8 sualın şərtinə görə. Buradan deməli y-i sağa 8'i sola keçirəndə 3x çıx 8 qalır. K-sı oldu 3. Bu doğrudur. Buradan 2y bərabərdir b çıxılsın kx. Hər tərəfi 2'yə böləndə mənfi k bölü 2x üstə gəl b bölü 2. Problem yoxdur. Bunun k-sı oldu mənfi k bölü 2. Bəli, mənfi k bölü 2. Burada da oldu mənfi k bölü 2 ilə 3'ü vurdum bir-birinə. Mənfi 2'də 3. Mənfilər gedəcək. K oldu 3'də 2. Burada bir problem yoxdur. K 3'də 2'dir. Gətir burada yerinə yazaq. Baxın, burada K'nın yerinə 3'də 2 yazmaq lazımdır. Mənfi 3'də 2'ni vururam 2'də x-a. 2'lər gedir 3'də 1x qalır. Mənfi 3'də 1x qalır. Doğrudur. Bir də 3x çıx 8. Əlimizdə qalan funksiyalar bunlardır. Və y bərabərdir mənfi x-a nəzərən. Mənfi x oxunun üzərində kəsirlər. Y-in yerinə mənfi x yazdım. Mənfi 4x mənfi 8 oldur. X oldu 2. Bu da doğrudur. X 2'dirsə gətirib yazdım yerinə. Y də oldu mənfi 2. Yerinə yazanda səhv eləməmişiksə cavab doğrudur. Y-in yerinə mənfi 2 yazıram. Y-in yerinə mənfi 2 yazıram. X-in yerinə 2. Sonra hər tərəfi 2'yə vururam. Mənfi 4. Mənfi 3'də 4 plus b. Doğrudur. Sağa keçəndə 3'də 4 müsbət olur. 4 mənfi. Problem yoxdur. Bəli, doğrudur. 3'də 4'dən də burada səhv eləmişik. Baxın uşaqlar. 4'ün yerinə 3'də 16 yox. 3'də 12 yazmaq lazımdır. 3'də 12 o da eləyir 3'də 8. Bəli, burada səhv eləmişik. Bu eləyir 3'də 8. 3'də 8'in də üstə 3'də 2 gələndə yaxşı uşaqlar diqqətlə baxdıq. Mənfi 3'də 6 eləyir. Mənfi 3'də 6 da eləyir mənfi 2. Cavabımız oldu mənfi 2. Görürsünüz uşaqlar, kiçik bir diqqətsizlik səhvi bu boyda əziyyəti heç eləyəcəkdir. Ona görə də siz də çalışın ki, çox diqqətli olun, maksimum diqqətli olun. Yəni, bizim illərlə təcrübəmiz var, biz belə səhv eləyə biliriksə, sizin də səhv eləmə ehtimalınız yüksəkdir. Ona görə diqqətli olun və kanala abunə olun. Gəldik 18-ə. Uşaqlar, 18'in sualın şəklini biraz böyük çəkmək istəyirəm. Belə bir düzbucağı çəkəcəm. Bura A-dır, B-dir, C və D-dir. Buradan B ilə D-ni birləşdirirəm. Və M orta nöqtədir. Ümid edirəm orta olar. Burada 90 dərəcədir. M, bu da N. ABCD düzbucağısında MN perpendikulyardır. Bunu qeyd elədik. AM bərabərdir MD-yə. Bu tərəf bərabərdir, bəli uşaqlar. Orta nöqtədir, deməli M. BC 8'dir. Uşaqlar, BC 8 isə tərəf yarıya bölünür. Çünki orta nöqtədir, 4, 4'dür. CD 6'dır. Bura 6'dırsa, burada 6'dır. MN-i tap. Uşaqlar, baxın. Buradan bir paralel çəkərəm. Hündürlüyü qaldıraram yuxarı. Bu tərəfin orta nöqtəsidir. Perpendikulyardır. Burada 90 dərəcədir. Uşaqlar, deməli onda bu buna paralel olur. Paralel olur və orta xətdirsə, baxın, bu üç bucaqda, fərqləndirdiyim üç bucağa fikir verin. Bu düz bucağı, üç bucağın orta xətti olur bu. Bura 6'dırsa, onda bura olur 3. İndi 3, indi yerdə qalan düz bucağı, üç bucağa diqqət edin. Baxın, bu düz bucağı, üç bucağa diqqət edin.
Katetlərindən biri 3, biri 4-sə, onda bu hissə nədir? 5-dir. Və 3, 4, 5 olan düzbucağın hündürlüyüdür m. H də bərabərdir AB böl C-yə. Yəni 3 vur 4 böl 5. 3-ü 4-ə 12, 12-ni 5-ə 2,4. Deməli, mn oldu 2,4. Maraqlı sualdır. 19. Nisbətən asan sualdır. Hətta daha asan sualdır. 212-nin 40%-ni tap. 40-a vurursan 100-ə bölürsən. Deməli, 40-a vurduq, 100-ə böldük. Sıfırlar gedər. 4-ü 212-yə vuranda olacaq 848. Ona da böldüm. 84,8. Cavab oldu 84,8. 20. Hə, uşaqlar, 20 tipli sualları biz çox gözəl izah eləmişdik. Deyir, dairənin sahəsinin 44% artırması üçün radiusu neçə faiz artırmalı? Uşaqlar, baxın indi, biz bu tip suallarda həmişə 100-ə gətirməyə çalışırdıq. Deyirdik ki, fərz edin, radius 10-dur. Radius 10-dursa, sahə 100 pi olacaq da, düzdür? Pi r kvadratdır. Oradan heç pi-ni də atırdım, gedirdi. Hər ikisində var deyə bir dəyişiklik olmur. Sonra indi, radius bilmirəm nə qədər olub. Sahə olub 144. Kvadratı da, deməli, radius olub 12. 12 olub ki, kvadratı 144 olub. 44% artması üçün 144 olmalıdır da uşaqlar. Radius əvvəl 10 olub, indi olub 12. Neçə faiz artıb? Deməli, 2 faiz artıb da, düzdür, 2-ni bölərəm 10-a, vuraram 100-ə. Sıfırlar gedər, qaldı 20%. Məsələn, 21-ci sual. B-nin neçə tam qiymətində xətti funksiyasının qrafiki 1, 3, 4-cü rüblərdən keçir. Baxın, diqqətlə. 1, 3, 1, 3, 4 buradır. 1-ci rüb, 3-cü rüb, 4-cü rüb. Deməli, K müsbət olmalıdır. 4-cü rüb deyirsə, B mənfi olmalıdır. Və salam. K müsbət, B mənfi. Burada K-sı B çıx 2-dir. B çıx 2 müsbət olmalıdır. K-sı da 3B çıx 19-dur. Bu mənfi olmalıdır. İkisinin kəsişməsinə baxacaq. B çıx 2 böyükdürsə 0-dan, B böyükdür 2 deməkdir. 3B kiçikdir 19-dan, B də kiçikdir 19 böl 3. Bu da uşaqlar 6 tam 3-də 1 deməkdir. 2-dən böyük 6 tam 3-də 1-dən kiçik 3 var, 4 var, 5 var və 6 var. Neçədən tam qiymətində? 4 dənə. Cavab oldu 4. Gəldi 22-yə. Ehtimal sualdır. Torbada ağ və qara rəngdə kürələr var. Torbadan təsadüfən çıxarılan bir kürənin qara olması hadisəsinin ehtimalını tap. Torbada ağ kürə 9 dənə. 9 ağ kürə var. Qara kürə x. X dənə qara kürə var. Biz ehtimal hesablayanda demişdik ki, əlverişli hallar bölünsün bütün hallar. Qara olma ehtimalından danışırsa, qaraların sayını bölürəm hamısının sayını. Hamısının sayı da 9 plus x-dir. Bu bərabərdir 5-də 2-yə. Çarpaz vuraram. 5x bərabərdir 18 üstə gəl 2x. 2x-i sola keçirərəm, qalacaq 3x bərabərdir 18. X bərabər olacaq 6-ya. X də biz qara kürələrə demişdik, diqqət edin. Deməli, qara kürələrin sayı 6 imiş. Gəldi 23-ə. 23-cü sual. Deyir, Əli yolun 8-də 3 hissəsini getdi. Əli yolun yarısına çatmaq üçün daha 5 kilometr yol getməlidir. Yolun uzunluğunu tap. Deməli, uşaqlar, yolun 8-də 3 hissəsi gedilib. Yolun yarısı 8-də 4-dür. Bu 8-də 4 getməsi üçün 8-də 1 getməlidir ki, yolun yarısına çatsın. Və deyir ki, bunun üçün 5 kilometr. Yəni 8-də 1-i 5 kilometrdirsə, tamı x. Çarpaz vuraram, 8-də 1 x bərabərdir 5-ə. X bərabər olacaq 40-a. Deməli, yolun bütöv uzunluğu 40 kilometr imiş. Deməli, növbəti sual, 24-cü sual. Uşaqlar, 2x kvadrat çıx 24x plus c tənliyin köşkləri x1 və x2-dir. Bunu çevrilmiş kvadrat tənliyə gətirək birinci. Hər tərəfi 2-yə bölək. Olacaq x kvadrat çıx 12x üstə gəl c böl 2 bərabərdir 0. Öncə bildiyimiz məlumatlar yazaq. Köşklərinin cəmi 12-dir. Köşklərin hasili deməli c böl 2-dir. Bizdən c-ni soruşur. İndi bizə bir dənə ifadə verib, kvadratlar fərqi ilə diqqət eləyin. Bax, bunu açılışını yazaram. x1 çıx x2, x1 üstə gəl x2 bərabərdir 48-ə. x1 plus x2, bax bu ifadə 12-dir.
Uşaqlar, cəmi 12-dir. Hasıl 48 olması üçün fərqi də gərək 4 olsun. İndi biz buradan bir nəticə çıxarmalıyıq. Cəmi 12, fərqi 4. Bu hansı ədədlər ola bilər ki, toplayanda 12 eləsin, çıxanda 4 eləsin. Mən baxan kimi gördüm ki, 8 və 4-dür. Deməli, toplayanda 8 eləyir, çıxanda 4 eləyir. Bəli. Toplayanda 12 eləyir, 8-dən 4-ə çıxanda da 4 qalır. Deməli, köklərdən biri 8-dir, digəri 4-dür. İndi 8 vur 4, 32. C bölünsün 2, bərabər olacaq 32-yə. C də bərabərdir 64-ə. Cavab oldu 64. Uşaqlar, bu sınavda sonuncu sualımızdır. Bu suala keçmədən öncə bir də təkrar edirəm. Kanalımızı çox şagird izləyir. Yəni siz də həmçinin görürsünüz. Hər videomuz minlərlə izlənilir. Siz də kanala abunə olun. Çalışın, kanalımız böyüsün sürətlə. 25. Ölçüləri 5, 8 və 15 olan düzbucaqlı parlaq bed formasında havuza 1 krandan 5 dəqiqəyə 70 litr, birinci krandan 5 dəqiqəyə 70 litr, ikinci krandan isə 3 dəqiqəyə 48 litr su tökülür. 2 kran boş hovuzu birlikdə neçə dəqiqəyə doldurar? Uşaqlar, baxın, 5 dəqiqəyə 70 litr tökülürsə, 1 dəqiqəyə 70 bölü 5, 14 litr töküləcək. İkincidə isə 3 dəqiqəyə 48. Bu zaman 1 dəqiqəyə 48 3-ə bölün 16 litr töküləcək. Bu ikisini toplayaram. Toplamda 1 dəqiqəyə 2 krandan 30 litr su tökülür. Hər dəqiqə 30 litr su tökülür. İndi görək hovuz nə qədər tutur. Bu da hovuzun tutumu da uşaqlar. Deməli, bir dəqiqə. Hovuzun ölçüləri verilib parlaq bed formasındadır. Həcmdə də bunları bir-birinə vurmaq lazımdır. 8 vur 15 bərabərdir. 5-i 8-ə vuraram 40, 40-ı da 15-ə vuraram 600. Deməli, tutum 600 litrdir. Bunu da 30-a bölərəm. 0-a gedər 20. Deməli, hər dəqiqə 30 litr olmaqla toplamda 20 dəqiqəyə hovuz dolacaq. Deməli, uşaqlar, ilk 25 suallıq sınavımızın izahını bitirdik. Ümid edirəm, hesab səhv eləmədim. Bir yerdə eləmişdik, düzəltdik. Başqa bir yerdə eləmişəmsə qeyd eləyərsiniz rəy bölməsində. Burada da təbii ki yazasınız. Rəy bölməsində də qeyd eləyərsiniz ki, sizdən sonra baxan şagirdlər də səhvi bilsinlər, düzəltsinlər. Və kanala abunə olun. Bunu unutmayın. İndi keçək digər sınavımıza, 14-cü sınavımıza. Növbə ilə bu sınavın da izahını verəcəm. Burada da maraqlı suallarımız çoxdur. Çalışın, diqqətlə baxın, öyrənməyə çalışın. İnanın ki, çox faydalı olacaq sizə. Və təbii ki, tələsmədən işləyin. Burada da 25 sual var təbii ki. Bütün mövzuları əhatə edən ümumi sınavdır. Birinci sualdan başlayaq yavaş-yavaş. Çalışın ki, özünüz tapın. Cavabı məsələn qeyd eləyin. Görün, doğrudurmu, yoxsa 1. Sonra mən o cavabı həll edəyəm. Misalı həll edəndə görün, doğru və yaxud da yanlış olduğunu bilək. Uşaqlar, baxın, bunu çalışacağım elə üzərində qeyd edin. İç-içə keçmiş 2 dənə düzbucaqlı üçbucaqdır. Həmçinin diqqətlə baxan şagird burada düzbucaqlı trapesiyanı da görür. Baxın, mən bunu birləşdirsəm, bu bir trapesiyadır və tərsinə çevrilir. Baxın, indi şərt. AD 9-dur. Bir dəqiqə. Deməli, AD 9-dur, BC 16-dır və CD AB-yə perpendikulyardır. Yəni, diagonallar perpendikulyardır. Biz də bilirik ki, düzbucaqlı trapesiyanın diagonalları perpendikulyar olarsa, yəni bu yan tərəf AC, bu ikisinin hasilinə bərabərdir, bunun kvadratı. Onda bura H desəm, H kvadrat bərabər olacaq 9 vur 16. Kök alsam, H bərabərdir 3 vur 4. Yəni 12. Yəni bu tərəf oldu 12. Bundan necə istifadə edəcəyik? Axı bu düzbucaqlı üçbucaqdır. 9 12-dirsə, bura olacaq 15. Bizdən D-ni soruşur deyə. Bura x deyərəm. Bura olacaq 15 çıx x. Və gəldi indi necə həll edib x-i tapaq. Oxşarlıqdan istifadə edəcəyik. Baxın uşaqlar, 90-dırsa bura alfa, bura betadır. Alfa plus beta 90 olduğuna görə bura beta qalmalıdır. Çünki burada 90-dır. 90-dırsa bura, burada olur alfa.
Həmin şeyi bu tərəfdə də edirik. Alfa burada olur beta. Deməli uşaqlar, bu iki düzbucaqlı üçbucaq bir-birinə oxşardır. Və oxşarlığı gəlin quraq. Burada 90 dərəcənin qarşısındakı 9-un 90 dərəcənin qarşısındakı 16-ya nisbəti bərabərdir. Betanın qarşısındakı x-in, mənə lazım olan x-in, burada betanın qarşısındakı, bura 15 çıx x idi. 15 çıx x-a nisbət. Və salam çarpaz vuraram. 16x bərabərdir 9 15-ə. 9 vur 15 kimi yazaram. İxtisar gedəcək 9x. Bunu da sola keçirsəm olacaq 25x bərabərdir 9 vur 15. 5-ə ixtisar eləsəm 5x bərabərdir 27. X bərabərdir 27-ni 5-ə bölsək 5 tam onda 4. 5 tam onda 4 A bəndi. Növbəti sual ikinci. Deməli, bir də dəqiqə ikinci sual. 90-ın 15-də 4 hissəsini tapın. 90-ı vuraram 15-də 4-ə. Bundan bu ixtisar gedər 6 qalar. 6 4-üm də 24. Yəni A bəndi. Üçüncü. Diaqonalı 18 olan kvadratın tərəfini tapın. Kök altda 18 uşaqlar 9 vur 2. 3 kök 2 deməkdir. Diaqonalda A kök 2-dir. Köklər getdi. A oldu 3. A da bunun tərəfidir. Olacaq 3. Yəni D bəndi. Asan sualdır. 4. Bütün tillərin cəmi 24 olan kubun həcmini tapın. Uşaqlar, kubun bir tili A-dır. 12 tili varsa hamısının cəmi 12 A olur. Bərabər olur 24-ə. A bərabərdir 2-yə. Həcmdə olur A-nın kubu. 2-nin kubu edir 8. Gəldik 5-ci tapşırığa. 2 çıx kök 3-ün kvadratı üstəgəl kök altında 48. Bunun açılışını yazsam, birincinin kvadratı 4 çıxılsın. Birincinin ikinci əhasının ikimisidir. 4 kök 3 üstəgəl 3 üstəgəl. Uşaqlar 48-də deməli bir dəqiqə özür istəyirəm. Deməli, uşaqlar 48 16 vur 3-dür. 4 kök 3 olacaq. 4 kök 3-lər gedər. 4 ilə 3 olacaq 7. Cavab oldu 7 B bəndi. 6-cı sual. ABCD düzbucaqlı trapesiyasında bir də dəqiqə uşaqlar. Gəlin elə şəklin üzərində göstərək. Bir də şəkli çəkməyə vaxtımız yetməsin. Diqqətlə baxın. ABCD düzbucaqlı trapesiyasında deyir ki, AD perpendikulyardır BY-yə. AD perpendikulyardır BY-yə. Yəni baxın bunun hündürlüyü olduğunu bizə deyir. Sonra AB-yə 60-dır. Onda bura 30-dur. Diqqət eləyin bu üçbucağa. 30-30 bərabər yanlıdır. Onda bu həm hündürlük, həm də tənböləndir. Deməli, burada 60 dərəcədə həm də mediandır. AB 12-dir. Bura 12-dirsə, burada 12-dir. Baxın, 30 dərəcənin qarşısındakı hündürlük bunun yarısıdır. Bura olur 6. 60 dərəcənin qarşısındakı da 6 kök 3. Median olduğuna görə burada olur 6 kök 3. Bura 6 kök 3-dürsə, burada 6 kök 3-dür. Bizdən də sahəni soruşur və tapdıq. Deməli uşaqlar, sahə belə olacaq. S bərabərdir A plus B böl 2 vur H. Bunun A-sı 6 kök 3-dür. B-si buradır. 2-dən 6 kök 3, yəni 12 kök 3 böl 2 vur, hündürlüyü də 6-dır. 18 kök 3 2-yə böləndə olur 9 kök 3. 6-ya vursam 54 kök 3. Yəni Y bəndi. 7-ci. Torbada 25 kürəcikdən 40% ağ və qalanlar isə qaradır. Birinci ağları tapaq, ağ və qara. Hər zaman uşaqlar, böyük məsələləri bütöv oxumayın, parça-parça həll edin. Gəlin birinci öyrənək. 25-in 40%-ni taparam, 100-ə bölərəm. 40-a vur, 100-ə böl. 100-ü 10-a böləndə də eləyir 10. Deməli, A 10-da nədir? Toplam 25 olduğuna görə qara olur 15 dənə. Birinci cümlə hazırdır.
Torbadan təsadüfən ardıcıl olaraq 2 kürə çıxarılır. Uşaqlar, bu asılı olan haldır və yerinə qaytarılmır. Ardıcıl çıxardım o deməkdir, mən birini çıxartdım, ardıcı ikincini də çıxardım, artıq yerinə qaytarmadım. Birincinin ağ, ikincinin qara olması ehtimalını tapın. PA bərabərdir. Baxın, birincinin ağ olma ehtimalı toplamda 25 kürə var. Birincinin ağ olma ehtimalı 25 dənədən 10'dur. Mən birini çıxardım, ardıcıl çıxarramaq. Artıq torbanın içərisində 24 dənə qalıb. Mənim ikinci çıxaracağım kürə 24 kürənin içərisindən çıxacaq. Ona görə məxrəcdə 24 olacaq. İkincinin qara olma ehtimalı isə 24 dənədən 15-i qaradır. Və salam. Bu hasil bizə kifayət edir ki, cavabı hesablaya bilək. Və hər zaman asılı oldu, olmadı. Asılı olan ehtimallarda, asılı olmayan ehtimallarda vurulur. Bir dənə cümlədə və ya varsa ehtimallar toplanır. Qalan bütün hallarda vurulur. Bir dənə də hal var, istisna toplandığı hal. Ən az, ən çox halları. O da sizə düşmür. 9'a düşmür. 5'ə bölsəm, burada 5 qalar. Burada 3 qalar. 3 ilə bu gedər 8 qalar. 5 ilə də bu gedər 2 qalar. Oldu 8'də 2. Sonra ixtisar gedib olacaq 4'də 1, yəni B variantı. Sonra 8-ci tapşırıq. Xətti bərabərsizdir, vurub açmaq lazımdır. 6x çıx 18 üstə gəl 12 böyükdür. 4x çıx 8 üstə gəl 20. 4x'i çıxarsam sola 6x qalacaq 2x. 18 mənfi 6 böyükdür 12'dən. 2x böyükdür 18'dən. X böyükdür 9'dan. 9'dan böyük ən kiçik tam ədəddə 10'dur. Yəni Y bəndi. 9-cu tapşırıq. Düzbucağının eni uzunluğunun 7'də 2 hissəsini təşkil edir. Düzbucağının eni x, uzunluğu 7'də 2x olsun. Sahəsi 56'dır. Onda x vurulsun 7'də 2x bərabərdir 56'ya. X kvadrat 7'də 2x kvadrat bərabərdir 56. X kvadrat bərabərdir 56 vur 2'də 7. Bunlar ixtisar gedir, qalır 28. X kvadrat bərabərdir 28'i 7'yə vuranda olacaq 196. X olacaq 14. Deməli bunun eni oldu 14. Uzunluğu oldu 4. Perimetrini tapanda 2 vurulsun. 4 üstə gəl 14. Eləyəcək 36. Yəni D variantı. 10-cu tapşırıq. Çox sadə bir sualdır. Deməli uşaqlar A bölünsün BC. Bölünmə daxı vurulur onun tərsinə. AC'də B kvadrat. Təbii ki, buradan A'lar gedir. B'lərin də biri gedir. Yuxarıda qalır B, aşağıda qalır C kvadrat. B bölünsün C kvadrat, yəni A bəndi. Sonra 11-ci tapşırıq. Şəklin üzərində göstərəcəm, diqqətlə baxın. AB və AC toxunandır. BAC 120'dir. Bax, bura 120'dir. Onda bu göz, bax bu göz 60 dərəcədir. Çünki cəm 180 olmalıdır. Bundan əvvəlki sınaqda işləmişdik. Bunu birləşdirdim. Diametrə söykəndiyinə görə bura 90'dır. Bu qövsə söykəndiyinə görə bura o qövsün yarısıdır, 30 dərəcədir. Burada olacaq 60 dərəcə. Bizdən də BC-ni tapın deyir. Uşaqlar, CD haradır? CD diametri 16'dır. 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni bura olacaq 8. BC oldu 8. B bəndi. 12. Fx bərabərdir. A vurulsun. X kvadrat üstə gəl 3. Çıx 4. Funksiyasının ən kiçik qiyməti 11 olarsa anı tap. Uşaqlar, ən kiçik qiymət x-in kvadratikin 0 olduğu haldır. Buna 0 verirsən, qalacaq 3a çıx 4 bərabərdir 11. 3a bərabərdir 15. A bərabərdir 5. Niyə görə belə olur? Çünki kvadratik ifadə uşaqlar mənfi ola bilmir heç vaxt. 3 və 4 burada sabitdir. A da sabit ədəddir. Mən bacarmalıyam ki, ifadə kiçik qalsın. X-a mənfi ədəddə versəm, kvadrata yüksəlib müsbət olacaq deyə ifadə böyüyəcək. Mənə kiçilməyi lazımdır. Ən kiçik halında 0 olduğu haldır. Ona görə olur B variantı. 13. Həsən və Hüseynin 300 manat pulu var. Həsən. Deməli, Həsən və Hüseyin. Həsənin x pulu var, Hüseynin y pulu var. Deməli, x birində, y də birindədir. Həsənə düşən pulun 20%, yəni x-in 20% bölü 100.
bərabərdir. Hüseynə düşən pulun 30%, yəni y vur 30 böl 100. Bunlar gedər. 2x bərabərdir 3y-ə. X bərabərdir, nisbətlə yazsam 3k, y bərabərdir 2k. Və bu pulların cəmi də uşaqlar 300 manatdaq. Onda yazaram 3k üstəgəl 2k bərabərdir 300-ə. 5k bərabərdir 300-ə. K bərabər olacaq 60-a. K-nın 60 olduğunu tapdıq. Bizdən Həsənin pulunu soruşur. Həsənin pulu x-dir. X də 3k-dır. 3 vur 60, 180. B bəndi. 14. X üstəgəl 2 böl 5 bərabərdir 3x çıx 1. Hər tərəfi 5-ə vursam 5-lər gedər, qalacaq x üstəgəl 2 bərabərdir 15x çıx 5. X-i sağa, 5-i sola keçirərəm. 7 bərabərdir 14x-a. Bəzən uşaqlar çaşıb buna 2 yazır. Yaxşı variantlarda 2 yoxdur. Uşaqlar bu 7 böl 14-dür. Bu da olacaq 2-də 1. Yəni Y bəndi. Növbəti 15-ci sual. Ümid edirəm ki, siz videonu saxlayıb özünüz yazırsınız. Üçbucağın iki tərəfinin uzunluğu 5 və 8, üçüncünün ola biləcəyi x, ən böyük və ən kiçik qiymət x, ikisinin uşaqlar cəmindən kiçik olmalıdır, yəni 13-dən, fərqindən də böyükdür, yəni 3-dən. Ən böyük və ən kiçik tam. Ən kiçik tam 4-dür, ən böyük tam 12-dir. İkisinin cəmi 16, C bəndi. Sadə bərabərsizlikdir. Gəldik 16-ya. M n-dən kiçikdir. M və n, deməli, M kiçikdir n. Şərtini ödəyən M və n ədədləri üçün əkov 6 üstü M, 9 üstü n, 972 olarsa M plus 2-ni tap. Deməli uşaqlar, əkov 6 üstü M belə yazaram. 2 üstü M vur 3 üstü M. 9 üstü n də belə yazaram. 3 üstü 2 n. Bərabərdir 972. Uşaqlar, hər ikisində 3 üstü M 3 vuruq olduğuna görə orta vuruğu qarşıya çıxararam. 3 üstü M vur əkov. 3 üstü M-i götürdüyümə görə burada 2 üstü M qalacaq. Burada da 3 üstü 2n-dən 3 üstü M-i çıxan da olacaq 3-ün üstündə 2n çıx M. Bu biraz digərlərindən çətindir. Bərabər 972-yə. İndi diqqətlə baxın. Uşaqlar 3 üstü M vurulsun. 1-2-nin qüvvətləridir, 1-3-ün qüvvətləridir. Ortaq heç bir vuruğu olmayacaq deyə. Bunlar qarşılıqlı sadədir. Qarşılıqlı sadədir. Əkov olaraq hasil olacaq. 2 üstü M vurulsun 3 üstü 2n çıx M. Bərabərdir 972. Biraz sadələşdirək. 2 üstü M vur. 3 üstü M ilə bunu əsaslar eyni, qüvvətləri toplanacaq, qalacaq 3 üstü 2n. Bərabərdir 972. İndi sol tərəfindən işimiz yoxdur. 972-ni vuruqlara ayıraq. 2-yə bölərəm 36, 486. 2-yə bölərəm 243, 3-ə bölərəm 81, 3-ə bölərəm 27, 3-ə bölərəm 9, 3-ə bölərəm 3, 3, 1. Deməli, 2 üstü M vur 3 üstü 2n bərabər olacaq. 972-nin yerinə yazaram. 2-nin kvadratı vur 3 üstü 5. Və uşaqlar, əsaslar eynidirsə, bunun qüvvətləri buna bərabərdir. M bərabərdir 2-yə. Buradakı 2n də bərabərdir 5-ə. 2n də bərabərdir 5-ə. İndi bizdən uşaqlar n-i tapmaya ehtiyac yoxdur. Bu ikisinin cəmi soruşur. Fikir verin, M üstəgəl 2n-i soruşur. Bu olacaq 2 üstəgəl 5, yəni 7. Cavab oldu 7. Növbəti 17-ci sual. Deməli, AOB tutaq ki, bu AOB olsun. O, bu təpə nöqtəsindən OC tənböləni çəkilib. AOC 40-dır. Bura 40 dərəcədir. AOB-ni tapın. Tənböləndirsə, bura 40-dırsa, burada 40-dır. Bütöv olacaq 80. Bu qədər asan. 18. Təbii ki, uşaqlar bütün suallar çətin olacaq deyil. İmtahandakı sualların da əksəriyyəti asan olur.
9 vurulsun. Bunu adi kəsrə çevirmək lazımdır. 90-da, 35-dən 3 çıxanda qalır 32. Çıx 0.2. Demək uşaqlar, bundan bu ixtisar gedir, 10 qalır. 3.2-ni 10-a bölən, 32-ni 10-a böləndə qalır 3.2, çıx 0.2. Olur 3. Cavab oldu 3. 19. 4. A-nın kubu B üstü 4. 3-ün kvadratı C üstü 5. Əmsalı qüvvətindən neçə dəfə böyüdür? Çox zaman şahidlər çaşıb burada əmsalı 4 götürür. Uşaqlar burada 3-ün kvadratına fikir verin, içəridə gizlənir. O da ədəddir, yəni ümumilikdə əmsaldır. Ona görə 4 vur 9, 36 vur A-nın kubu B üstü 4, C üstü 5. Əmsal 36'dır. Qüvvətindən neçə dəfə böyüdür? 3 ilə 4 7 eləyir. Bu da 5, 12 eləyir. 36 əmsaldır, 12 qüvvətdir. 3 dəfə böyüdür. 36 12-dən 3 dəfə böyüdür. Gəldi 21-ə. Deməli, x kvadrat çıx 8x üstəgəl 4 bərabərdir 0. Viyyətə görə hələ yazaq. x1 vur x2 4'dür. x1 üstəgəl x2 8'dir. Bizdən soruşduğu ifadəyə diqqət edin. Bərabərdir x2 bərabər yox üstəgəl böl 1. Orta mərhəzi götürəndə məxrəc olacaq x1 x2. Çarpaz vuraram x1'in kvadratı üstəgəl x2'nin kvadratı. O da bərabərdir. Məxrəcdə x1 x2 yuxarıda da olacaq x1 plus x2'nin kvadratı çıxılsın 2 dənə x1 x2. Qiymətləri aparıb yerinə yazaq. x1 x2 deməli 4'dür. x1 plus x2 8'dir. Kvadrat olur 64. Çıx 2 4'üm 8. 56 böl 4. Bu da eləyəcək 14. Cavab oldu 14. 22. Mərkəzi M -2, 3 nöqtəsində olan çevrə. Uşaqlar, bunu şəkli çəkmədən asanlığı eləyə bilərik. Amma siz rahat başa düşün deyə çəkirəm şəkli. Çevrə alınsa. Bircə dəqiqə. Aha. Bu çevrənin mərkəzi olsun. Bax, bura olsun M -2, 3. Deyir ki, bax, məsələn, buradakı A nöqtəsindən keçir. 4, 11'də. Radiusu tap. Uşaqlar, bu elə radiusun özüdür. Baxın. Yəni, iki nöqtə arasındakı məsafə düzdür. Onda AM bərabərdir. Kök altında 4 çıx -2 eləyir 6'nın kvadratı. 11 çıx 3 eləyir 8'in kvadratı. Bu da kök altında 100 eləyir. Bu da elədi 10. Deməli, radius oldu. Nasıl? 23. Tənliklər sistemidir. Həlli yoxdur. Həllinin olmaması üçün ilk ikisi bərabər, üçüncü fərqli olmalıdır. Birincidə x-in əmsalı 2 çıxa, ikincidə 3'dür. Bölünsün bərabərdir. İkincidə -4 böl a plus 2 bərabər yox, fərqli olmalıdır. 8 böl 4'dən. İlk ikisini çarpaz vuraram. Olacaq. Uşaqlar, bir dənə diqqət edin. Bu 2 çıxanın yerinə -a çıx 2 yazaram. Olacaq -a kvadrat çıx 4 bərabərdir -12'yə. Mənfilər gedər. A kvadrat bərabər olar 16'ya. A da bərabərdir müsbət -4. Bu 1. İkincisi də bax bunu çarpaz vuraram. Amma ortada bərabərlik yox, fərqli işarəsi olacaq. 8a üstəgəl 16 bərabər deyil, fərqlidir -16'dan. Düzmü yazdıq? Bir dəqiqə. 8a plus 8 2 16. Bəli. Buradan 8a fərqlidir. Müsbət 16'ın sağa keçəndə olacaq -16. İkisi də -32. 8'ə də bölsəm a fərqlidir -4'dən. Deməli a fərqli olmalıdır -4'dən. Ona görə burada -4'ü götürmürük. A olacaq müsbət 4. Yəni sadəcə 4. Gəldi 24'ə. Üzr istəyirəm uşaqlar. Və son 2 sualımız qalıb. Bundan da bugünkü dərs, daha doğrusu izah videomuz bitəcək. Və son 2 sualda da uşaqlar, bir də son dəfə deyirəm, kanalımıza abunə olun. Qoyun daha çox şagird izləsin, daha çox şagirdin qarşısına çıxsın. Hesab səhv olubsa da rəy bölməsində qeyd edin. Baxın, 3a bərabərdir 2b bərabərdir 4c. Uşaqlar, bu ifadədə diqqətlə baxın.
3 dənə fərqli nisbətdir. Təbii ki, yerinə də qoyub yazmaq olar son variant kimi, amma biz nisbətlə yazacağıq. Uşaqlar, buradan A-ya 2, B-yə 3 deyə bilərəm nisbət mövzusundan bilirik. Onda A olacaq 2K, B olacaq 3K. Və burada da yerinə yazaram. 2 vurulsun, B-nin yerinə 3K yazaram. Bərabər olar 4C-yə. 4C bərabərdir 6K, C bərabərdir 1,5K-ya. 1,5K. Uşaqlar, bu hər üçünü K ilə ifadə elədi. Aparıb yerinə yazaq. A üstəgəl C bölünsün B çıxılsın A bərabərdir. A-nın yerinə yazaram 2K üstəgəl. C-nin yerinə yazaram 1,5K bölünsün. B-nin yerinə yazaram 3K çıxılsın. A-nın yerinə yazaram 2K. O da bərabərdir. Yuxarıda olacaq 3,5K bölünsün K. K'lar gedər, qalacaq 3,5. Cavab oldu 3,5. 24'də bitdi. Gəldi 25'ə. Motor qayıq məsələləridir. Motorlu qayığın çayın axın istiqamətində sürəti 22, axın ilə 22 və axın ilə bərabərdir 22-yə. Axına qarşı və axına qarşı bərabərdir 16. Çayın sürətini tap. Uşaqlar, buradan iki şey təyin eləyə bilirik. Bir və motorlu qayıq necə olacaq? Toplayıb bölürsən 2-yə. Bu sənə katerin sürətini verəcək. 38 2-yə böləndə neçə eləyir? Səhv yazmadıq. 22, 16, 38, 2, 19. Əgər yox və çayı soruşursa, 22-dən 16-nı çıxıb bölürsən 2-yə. Yadınızda saxlayın, axına qarşı sürət ilə, axın ilə sürət verilibsə, toplayıb 2-yə böləndə sizə qayığın sürətini verir. Çıxıb 2-yə böləndə sizə verir çayın sürəti. Deməli, 22-dən 16 çıxanda eləyir 6, 2-yə böldüm, oldu 3. Deməli, çayın sürəti də saatda 3 km bölünsün saatdır. Bu qədər uşaqlar. 25 sual bitdi. 2 sınavın izahını verdik. Ümid edirəm izahları bəyəndiniz. Bu izahlardan yenə gəlsin istəyirsinizsə, daha çox sınav gəlsin istəyirsinizsə, kanala abunə olun, dostlarınızla paylaşın. Həmçinin WhatsApp qruplarımıza, Telegram kanalımıza da qoşula bilərsiniz, hamısı ödənişsizdir. Bu qədər uşaqlar. Növbəti sınavlarda görüşənədək sağ olun, hər birinizə uğurlar.